Xoş gəlmisiniz. Doğru qərəzsiz xəbərlər üçün izləmədə qalın. Yanvarın 1-dən Azərbaycanda kərə yağının ixal rüsumu 5%-dən 1,5%-ə qaldırılıb. Milli Az xəbər verir ki, hər ay 80 qəpik 1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 azdan olan kərə yağı bu ildən 29-30 azda satıla bilər. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Aza bildirib ki, ithal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır. Heç bir biznesmen rüsumu və vergini öz cibindən ödəməz. Qiymətlər onsuz da yüksəkdir. Bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq. Qeyd olunur ki, 2017-ci ildə tətbiq edilən 15% ithal rüsumu 5%-ə endirilmişdi. Bu güzəşt bu il uzadılmayıb.